آخو دومان روزی بیرومان دویم روزی منه ورده بدر دویم آی دویم آی دویم ماشالله Hava çapçır qazan, həm də aş süzən Mən miskərəm düzəldərəm, nə desən Hava çapçır qazan, həm də aş süzən Allahımdan razı qaldım həmişə Ruzimi mən ondan aldım həmişə Arahımdan razı qaldım həmişə Ruzimi mən ondan aldım həmişə Ay həmişə, ay həmişə Bir gürültü alkışlar. Çox sağ olun. Bravo. Bir daha hər birinizə Alqışlayaq təşəkkür ürəkdən. Sağ olun. Təşəkkürlərimizi bildiririk. Yola sabahlaşıqlarımızı öz yerlərinə əyləşsinlər. Enur, Ay biz canım. bilirik ki, Bakıdan gəlmişik, amma tək gəlməmişik. Sənətçilərimiz də tək deyil. Əlbəttə sənət Bizim yoldaşlarımız təşrif Çox sağ olun, edir bura. sənətçilərimiz var. Və növbəti ifanı bəlkə bir yerdə təqdim edək. Çox maraqlıdır. Bu tarixi gözəl ənənələr, necə ki yaşadırlar. Mənə çox maraqlıdır. Necə ki, hər birimizə maraqlıdır. Lahıc deyiləndə, Lahıc çox tarixi, yəni qədim olan bir. Keçmişə söykənir, Əlbəttə. Yəni bizim dəyərlərimizdir bunlar. Bunları hamısı biz bilməliyik. Təşəkkürümü bildirəm mən sizə. Həm də 12 ayın sultanı olan Ramazan ayımızdır. Mən bütün müsəlmanları, bütün Azərbaycanlılarımızı mən təbrik edirəm. Bu gözəl bayramdır, bayram olacaq hələ. Bu gözəl ay münasibətlə. Burada gözəl yeməklər, gözəl tərəvəzlər, maşallah. Orada gözəl İvanovka kəndinin nümayəndələri var, Elnur. Onları bir alqışlayaq ürəkdən. Amma onların da yanına yaxınlaşacağıq. Bizim gözəl, sevilən müğənnimiz Nadir Qafarzadə ilə birlikdə. Nadir Qafarzadəni alqışlayaq ürəkdən, salamlayaq.
Sen yolda olanda saadeti görürəm. Sənə nə deyirəm, saçlarını görürəm. Sen yolda olanda. Bravo. Çok sağ olun. Nadir, biz sizi burada gözləyirik. Ben geldim. Burada ben o Tez, kadar tez, aziz tez, tez, insanları tez. gördüm. Ona göre biraz yakınlaştım. Benim çok sevdiğim bir Malakanlar var. Bəli. İvanovka'da yaşayırlar. Ben onların məhsullarını çok sevirəm. O kadar keyfiyyətli, o kadar dadlı, o kadar güzel. Məsələn, ən dadlı Özləri kimi, keyfiyyətli özləri söylə kimi. bilərsiniz. Onların yaşam tərzi mənim üçün çox maraqlıdır. O gün göstərirdilər bu yaxınlarda. Mən oturub maraqla izləyirdim. Onlar necə yaşayır, necə mehriban, necə bir yerdədirlər, bir yerdə. Yəni bu sevindirici bir haldır. Mən sizi belə canlı görməyə vallahi çox sevinirəm. Öpürəm sizi. Nadir, siz onlarla bərabər nəsə ifa edə bilərsiniz? Gəlin, Eləyərik. qısa bir ara təqdim eləyək. Televiziyanın qanunları vardır. Buyurun. Reklamları izləyək. Buyurun, buyurun. Ardından siz də fikirləşin, bəlkə nəsə ifa eləyəcək, siz Buyurun. hazırlaşın. Reklamlar. Əziz tamaşaçılarımız, proqramımız davam edir və biz İsmayıllıdan sizə səslənirik. İsmayıllıların coşqusu bir daha səslənsin. Ürəkdən, ürəkdən. Harada qalmışdıqsa elə oradan da davam edirik. Biz İvanovka kəndinin nümayəndələrinin arasındayıq və çıxış eləyəcək bizim hörmətli xanımımız. Buyurun. Мы очень рады приветствовать вас у нас в Исмаилинском районе. Я скажу несколько слов непосредственно о нашем селе Ивановка. Наше село образовалось в 1847 году. Изначально наше село состояло из 11 семей, которых выслали из царской России за неповиновение, неподчинение кресту. Это были выходцы из Саратовской, Воронежской, Тобольской губернии. В настоящее время наше село насчитывает 3000 населения. Это большое многоотраслевое хозяйство, единственный колхоз в Азербайджане, который носит имя Никитина Николая Васильевича. Никитин Николай Васильевич руководил колхозом 41 год, был очень мудрым руководителем, приумножал благосостояние колхоза, повышал уровень жизни нашего села. Общенациональный лидер Гейдар Алиевич Алиев был большим другом Никитина Николая Васильевича, во всем нас поддерживал, помогал и был нашим гарантом. В настоящее время нашим гарантом является уважаемый наш господин президент Ильхам Гейдарович, который дважды посещал наше село и выполнял все наши пожелания и просьбы. В настоящее время у нас построена новая современная школа, оборудовано родильное отделение по евростандартам, прокладываются дороги, открыт филиал музыкальной школы, строится новая больница. На днях скоро будет открытие нового водопровода, который по просьбе наших аксакалов нам предоставил господин президент. Кроме того, что у нас есть все для жизни и деятельности в нашем селе, у нас есть хлеб, у нас есть и зрелище. Это наш хор «Славяночка», который образовался в 2005 году, который развлекает нас всякими концертами, представлениями, постановками. Elə gecikmədən ifanıza keçək. Buyurun, məmnuniyyətlə biz tamaşaçılarımıza təqdim edirik. Alqışlarımızla təbii ki. Служил далеко на границе, я вернулся в родные края. Каждый день мне Ивановка снилась, и подружка Аленка моя.
встречает Ивановка, а с цветами Аленка моя. Хлебом солью встречает Ивановка, а с цветами Аленка моя. Alqışlar səslənsin İvanovkalılar üçün. Nadir, siz necə duet oxumaq fikrinə düşmədiniz ki, bizim folklor qrupla? Fikirləşirəm, gələcəkdə belə bir sintez eləmək olar. Qrupun rəhbəri kim idi, siz idiniz? Qrupun rəhbəri, Kutu Qurqalar. Qrupun rəhbəri. Aha. Mən elə gəlir ki, xanımla Gələcəkdə- biz bir əlaqəmiz olar. Gələcəkdə bir Azərbaycan və bu Malakan dilində, yəni ki, rus dilində mənə elə gəlir elə. Bəli, bəli. Bir sintez eləmək olar, maraqlı bir sintez. Azərbaycan mahnısı ilə rus mahnısını. İnşallah. Amma Maraqlı Nadir, olar. bilirsiniz, bu ifanı eləmək üçün təbii ki, elə İsmailinin nemətlərindən dadıb, Mütləq, o dadlı nemətlərdən, təbii nemətlərdən dadıb ifa eləmək lazımdır. Bayaqdan bəri danışırsınız, tərifləyirsiniz ki, mən buranın yeməklərini bəyənirəm. Həsən müəllim buradadır ki, bizə müəllimi İsmailinin salamlayaq və alqışlayaq ürəkdən. Aqrar islahatları haqqında məlumat verəcək. Buyurun. Mikrofonu istəyirsiniz təqdim eləyək. Həsən müəllimə. Sənsə dada bilərsən əlbəttə ki, bu məhsullardan. Əgər ürəyin istəsə. Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Aqrar islahatlar aparıldıqdan sonra bu sahədə rayonumuz üzrə çox böyük uğurlar qazanılmışdır. Belə ki, islahatların aparıldığı dövrlə müqayisədə rayon üzrə iri buynuzlu malqaranın baş sayı 10.000 baş, davarların baş sayı 50.000 baş, quşların baş sayı 250.000 başa yaxın, arı ailələrinin sayı 4700 ədəd artmışdır. Ət istehsalı müvafiq sürətdə 4000 ton, süd istehsalı 28.000 ton artmışdır. Süd istehsalında xüsusilə böyük uğurlar qazanılmışdır. Belə ki, təkcə ötən ildə rayon üzrə istehsal olunan südün həzmi əvvəlki illə müqayisədə 11.400 ton artmışdır. Hər nəkdən sağılan südün həzmi isə 428 kiloqram çox olmuşdur. Süd istehsalının belə yüksək şəkildə artmasına səbəb ölkə rəhbərinin təpşiriği əsasında Aqralizm Açıq Səhmdar Cəmiyyətinin xətti ilə Respublikamıza gətirilən yüksək məhsuldar damazlıq düyələrdən alınan məhsul, eləcə də rayonumuzda süni maylama tədbirlərinin mütəşəkkil şəkildə təşkil olunmasıdır. Təkcə ötən ildə rayonumuzda 3000 başa qədər yüksək məhsuldarlıq toxumla inək və düyələr mayallandırılmış, həmin heyvanlardan 80% bala alınmışdır ki, bu da yüksək göstəricidir. Rayonumuzda kənd təsərrüfatının əsas sahələri taxılçılıq, heyvandarlıq və üzümçülükdür. Cari ildə rayon üzrə 29.000 hektar sahədə taxıl biçilmiş, 52.200 ton məhsul əldə olunmuşdur ki, bu da ötən il müvafiq dövr ilə müqayisədə 11.400 ton artıqdır. Məhsuldarlıq da əvvəlki illə müqayisədə artıq olmuşdur. 4 sentiner məhsuldarlıq əvvəlki ildən artıq olmuşdur. Mən taxılçılıq sahəsindən danışanda xüsusilə bir fakta diqqət yetirmək istəyirəm. 20 il bundan əvvəl Sovetlər dönəmində rayon üzrə taxıl biçini kampaniyası təxminən 40-50 gün davam edirdi. Amma son illər bu müddət artıq 12-15 gün çəkir. Bunun səbəbi yenə də aqralizm xətti ilə respublikamıza, digər respublikalardan texnikaların gətirilməsi və həmin texnikaların yerli filiallara paylanmasıdır. Artıq istehsalçılar texnika sarıdan korluq çəkmirlər, məhsul qısa müddətdə və itkisiz toplanılır. Rayonumuzun iqtisadiyyatının ən gəlirli sahəsi üzümçülük sahəsidir. Vaxtilə İsmaildə 12.000 hektar sahədə üzüm bağı var idi. Hal-hazırda İsmaildə 860 hektar üzüm bağı vardır ki, bunların 722 hektarı bar verən bağlardır. Hər il bir qayda olaraq rayon üzrə 50 hektar, 100 hektar sahədə yeni üzüm bağları salınır və biz yaxın 10 ildə rayon üzrə daha 3000 hektar sahədə üzüm bağının salınmasını planlaşdırırıq. Üzümçülüğün inkişafı ilə əlaqəli paralel olaraq rayonda emal müəssisələrinin təşkil istiqamətində də işlər aparılır. Hal-hazırda rayonda 2 şərab emalı zavodu fəaliyyət göstərir ki, bunun da biri son vaxtlar tikilib istifadəyə verilmişdir. Həmən şərab zavodu Hacətəmli kəndində fəaliyyət göstərən İsmailli şərab 2 şərab zavodudur. Zavodun illik istehsal gücü 5000 tondur. Zavoda Fransada və İtaliyada istehsal olunan ən müasir avadanlıqlar gətirilərək quraşdırılmış. Hal-hazırda zavodda 11 adda şərab məhsulları istifadə olunur. Həsən müəllim, çox sağ olun. Sizə təşəkkürümüzü bildirir. Biz dadına da baxdıq. Çox dadlı üzümlərdir. Mən şəxsən üzümün dadına baxdım. Çox ləzzətlidir və İvanovkalıların... Hətta payladınız.
Oruç tutanların oruçları qəbul olsun. Əslində biz səyahətdəyik. Səyahətdə olanlar da oruç tutmurlar. Allah da bunu bağışlayır, keçir təbii ki. İvanovkalara isə demək istəyirik ki, biz verilişimizdən sonra inşallah sizin kəndinizə gələcəyik. Yaradıcı heyətimizlə birgə gözləyin bizi. Və nədir, istərdik ki, bizim daha bir qonağımız var, onu təqdim eləyək. Bizim qonağımız nə Şəkidən, nə Bakıdan bura təşrif buyurmayıb, düz Türkiyədən gəlib, çox sevimli, dəyərli sənətkarımız, bəstəkarımız Cavanşir Quliyev bugün bizimlə bərabərdir. Və İsmaillıların yanına gəlib, İsmailliyə gəlib. Cavanşir müəllim, xoş gəlmişsiniz. Biz sizi ürəkdən salamlayırıq. Çox şadıq sizi bugün burada görməkdən. Hoş gördük, sabahınız xeyir hər kəsə. Ürəkdən salamlayın Cavanşir müəllimi. Mən son bir 10 gündür ikinci dəfədir İsmailliyə gəlirəm və gəliş səbəbini də qısaca olaraq sizə açıqlamaq istəyirəm. Əvvəla yay zamanlarında mənim vətənim Şəkidir. Şəkiyə tez-tez gedib gəlirəm Bakıdan və bilirsiniz ki, yol buradan keçir. Yəni İsmailliyə tez-tez demək olar ki, gəlirəm. Amma bu gəlişlərim biraz fərqli mövzu ilə bağlıdır. İsmaillidə bir çox Azərbaycanda yaşayan az saylı xalqların nümayəndələri yaşayır. Bəli. Və Mədəniyyət Nazirliyinin və Musiqi Dünyası jurnalının yeni bir proyekti var. İnternet portalında Azərbaycanda yaşayan az saylı xalqların folklorunu yerləşdirmək. Və bu folkloru yerləşdirmək üçün onu əvvəlcə yazmaq lazım, almaq lazım. Və bu məqsədlə Azərbaycanın rayonlarında, müxtəlif rayonlarında yaşayan az saylı xalqların folklorunu lentə almaq məqsədi ilə mən bura birinci dəfə gəlmişdim. O dəfə gələndə İvanovkada olan indi dinlədiyiniz kollektivi yazdım. Sonra indi də başqa az saylı xalqlar, Azərbaycanda yaşayan xalqların yazılışı üçün gəlmişəm və yeri gəlmişkən İsmail rayon Mədəniyyət Şöbəsi müdürü Azər müəllimə buradan təşəkkür eləmək istəyirəm. Bu gərgin işin içində mənə lazım olan şəraiti yaradır və bu işi mən görürəm və bugün də bu veriliş bitəndən sonra burada verilişdə iştirak edən xalqlarımızın nümayəndələrinin də musiqilərini, mahnılarını lentə yazacağıq ki, gələcəkdə portala qoyaq. Bu məqsədlə gəlmişəm və yol üstü də bu verilişə düşdüm və çox sevinirəm, təşəkkür edirəm mənə də söz verdiyiniz üçün. Çox sağ olun Cavanşir müəllim. Cavanşir müəllim ürəkdən alqışlayaq, zəhmət olmasa. Buyurun, siz də bizim qonaqlarımız sırasında əyləşin. Çox şad olduq ki, siz bugün proqramımıza təşrif buyurdunuz. Bakıdan gələn musiqiçilərimiz, ifaçılarımız sizin üçün çıxış eləməyə davam edirlər, əziz İsmaillılar. Növbəti ifaçılarımız 3 gözəl xanımdır. Kristal qrupunu alqışlayaq.
qrupunun gözəl xanımlarını ürəkdən alqışlayaq. Qızlar, Çox xoş sağ olun, gəlmisiniz. çox sağ olun. Salamlayırıq sizi ürəkdən. Biz də sizləri salamlayırıq bu gözəl məkanda. Doğrudan da çox gözəldir. İsmailin təbiəti dillər əzbəridir. Bunu mənlə gəldik. gəlin, danışa-danışa Bir daha danışa. şahidi olduq. Nadir müəllim, siz orada nəsə... Neyinirsiniz? Neyinirsiniz burada? Bir qədər danışarsınız. Burada uşaq gördüm. Deyirəm günün altında qalıb uşaq gün vurardı onu. Evə aparsın deyirəm. Körpədir. Hə, lap yaxşı. Öpdüm, qucaqladım. Bizim burada gözəl alətlərimizin ustası, Əlcavad sənətkarı var. dayı. Əlcavad Bax, mənim biz də onu bayaqdan xeyir-dua verdi uşağa. Yaxınlaşmaq istəyirik, danışsın, məlumat versin. Əlcavad dayı bu gözəl nəfəs Bütün ömrünü həsr eləyib, Əlcavad müəllim. Yaradıcısıdır. Özü həm ifa eləyir, həm də ki hazırlayır. Uzun ömür can sağ ol. Mən İsmailidana Müdürsə kəndindən anadan olmuşam. İsmail Müdürsə kəndindən. Yəni ki, mən bugün bütün dünyavi Azərbaycanlıların adından çıxış eləyirəm burada. Qoy onların canı sağ olsun, harda varlarsa. Mən öncə istəyirəm izahat verim bu alətlər haqqında. Bu qabaqcadan bu kitabın müəllifini günahdır, onun adını çəkməsəm bu verilişdə. Sonra deyəcək ki, mənim kitabımdan istifadə edib bütün dünyaya da tanıtılan bu kitabdır mənim. Yəni bu kitab əsasında siz bu alətləri Bütün hazırlayırsınız. alətlər var orada. Hazırlama Demək olar ki, qaydalarıdır. kitabın elə yarısını mən həsr eləyib. Əlcavad dayı, danışmaqdansa deyərdik ki, bir səsləndirək də bu çiçəkləri. Ondan Necə sonra olar? qoy adını çəkeyim Çəkin. mən. Deməli bu kitabın çapa köməkli Səadət eləməyində Abdullayeva. Səadət Müəllifidir. Abdullayev yazanıdır, amma Aha. köməkli eləyən Mehriban Əliyevadır. Bu kitabın deməli köməkli eləyib çapa buraxdırıb. İndi mən Qara İstəyədik Zurnada səsləndirəsiniz. bir dənə bizim məşhur zurna balaban ustası olan Əli Kərimovun Heyvagülüsünü səsləndirəcəyəm. Məmnuniyyətlə alqışlayaq. Kimin ürəyindən oynamaq keçsə çəkinməsin, ürəklə oynaya bilər. Elnur hardadır? Elnur, Babək, siz hardasınız? Mən sizi görmürəm. Hara getdiniz axı? Buradasınız. Başınız qarışıb deyəsən bir qədər. Lap yaxşı. Xahiş edirəm mənə köməkli eləyəsin.
Alqışlar səslənsin. Əcəvad dayının ifası bizim hamımızı coşturdu, gözəl bir rəqs elədik. Kristalın qızları isə gözəl kəlağayları götürüblər. Hardan götürmüsünüz? Əlbəttə ki, bu İnanırsınız ki, bizi səhərdən- Baskal kəndinin nümunələridir. Baskal kəlağayısı dillər əzbəridir. Doğrudan da Alqışlarımızla bizi elə yaxınlaşın uzaqdan baskalların cəlb elədi bu yanına. kəlayağa. Görək onları sizə verəcəklər hədiyyə olaraq, yoxsa geri Bilmirəm. götürəcəklər. Bunu bizə Bax, özləri verəcəksiniz. danışsınlar bu haqda. Mikrofonu təqdim eləyək bizim. Kim danışacaqsa, zəhmət olmasa. Baskal sənətkarlığı haqqında, buyurun. Kim bir yol gəlibsə İsmailliya, gərək dostlarını bura yollaya. Dumanda meşələr oxşar yallıya, sən bu səfalara daldıqca zövq al. Ey ruhu ipəkli, çiçəkli Baskal. Hər birinizi Baskal qəsəbəsinin özünün tarixi keçmiş ənənələri, zəngin mədəniyyəti, ziyallığı ilə seçilən Baskal qəsəbə sakinləri adından salamlayıram. İctimai televiziya bizim hamımızın televiziyasıdır. Bugün İsmailli torpağında sizi görməyimizə çox şadıq. Sadəcə bir şey demək istəyirəm. 2500 illik yaşı olan Baskal qəsəbəsi elə öz yaşı ilə hər şey deyir. Baskalı məşhur eləyən onun sənətkarlığı, ziyalılarıdır. Əsas isə onu məşhur edən kəlağayılarıdır. Mən bu günləri yəni burada çoxlu kəlağayılar gördüm və sevindim. Sevindim ki, sanki bir anlıq öz keçmişimizə qayıtdıq, öz belə gözəlliyimizi bir daha qaytardıq. Kəlağayı çox ismətli, həyalı bir sənətdir. Çox zərif bir sənətdir. Və görün nə qədər gözəl yaraşır Bəli, bizim xanımlarımıza. Azərbaycan qızları, Azərbaycan xanımları bəlkə də dünyanın ən gözəl, bəlkə siz də dünyanın ən gözəl qadınlarıdır. Kəlağayı isə o qadınlara daha çox yaraşır, o qadınları daha da parlaq, daha da gözəl edir. İndi bir şey siz bizə deyin, danışdınız, çox sağ olun. Bu kəlağayıları hədiyyə edirsiniz, yoxsa? Bu kəlağayılar hamısı sizə qurbandır. Çox sağ olun. Baskallılar, Alqışlar qonaqpərvərdir. səslənsin, ürək açıq Baskallılara. Buyurun, buyurun. Əziz İsmaillılar, dolma da yeyəcəm. Bugün bizim Azərbaycan Respublikasının xalq artisti İlhamə Quliyevanın ad günüdür. Alqışlayaq və bir kəlağayı ona mən sizə hədiyyə yaparım. Olar mı? Onu istəyirəm, Fiyalettovunu istəyirəm. Onu, bəni Yasəmən. Təbrik edirik, alqışlayırıq. Zəhmət olmasa mikrofonu Yəni bizim eldə şeir də var, sənət də var, şairə, sənətkara hörmət və qiymət də var. Azərbaycan Respublikasının xalq artisti İlhamə Quliyeva bizim rayonun da ən sevimli sənətkarlarından biridir və biz elə Baskallar adından o kəlağayını ona hədiyyə göndəririk. Çox sağ olun. Biz sizə minnətdarıq, təşəkkürümüzü bilirik. Bir daha alqışlayaq biz Baskallıları və bizim burada xalça nümunələrimiz. Yeməkdən danışmaq istəyirəm. Çox dadlıdır. Mən dadına baxdım. Dolma çox Baskalın ləzzətlidir. yəni özünə aid çox gözəl pip dolmaları var. Mən bu haqda da istəyərdim danışım. Bax, bu dolmanı bu xanımlarımız, analar bişiriblər. Çox dadlı, çox gözəldir. Və mən də fürsətdən istifadə edib bizim gözəl sənətkarımız İlhamə xanımı təbrik edirəm. Buradan axşam çatdıracağıq, ad günə qaçıb gələcək Çox sağ olun, İlhamə xanım. Elnur. Öpürəm sizi, var olun deyirəm. Çox sağ olun. Gəlin birlikdə yaxınlaşaq. Bizim xalça ustalarımız var. İsmaillı həm də özünün gözəl xalçaları ilə məşhurdur bütün dünyada və xalçalar haqqında bizə məlumat çatdıracaq bu xanım. Sizi də xoş gördük. Çox gözəl xalça nümunələrini görürük sizin yanınızda. Azərbaycanın Bir sual səsləndirmək istəyirəm. İsmaillı xalçalarını fərqləndirən cəhət, naxışları ilə. Bax, nə fərqləndirir? İsmailinin xalçaları İsmailinin təbiətindən, onun çiçəklərindən, naxışlarından öz xalçalarına hopdurub, qondurub, İsmailli qızları ürək sözləri ilə bunlara nağıllar qoşub, bugünkü gün gördüyünüz xalçalar başqa xalçalardan adətən çoxlu fərqlənir. Çünki sırf təbiətlə bağlı xalçalardır. Əksəriyyət siz seyr eləsiniz, görərsiniz ki, təbiətə bağlı quşların, çiçəklərin, hər cür gözəl mənzərələrin təsvirlərini bizim xalçalarda görə bilərsiniz. Buyurun, bizim xalçalarınıza baxa bilərsiniz. Eyni zamanda Şirvan xalçalarının da inkişaf etdirilməsi İsmailli xalçaçılara yaxından köməklik göstərir və gələcək nəslə köçürmək üçün, ötürmək üçün var qüvvəmizdən çalışırıq. Çox sağ olun. Biz sizə təşəkkür edirik. Alqışlar səslənsin bizim bu gözəl xalçalarımızın şərəfinə də. Amma burada
ləzgilər də var. Təbii ki, ləzgi rəqsinin nümayəndələri ləzgi rəqsini də təqdim eləyəcəklər bizim üçün. İstərdik yaxınlaşaq. Bu balacalarımız rəqs eləyəcəklər. Əziz balacalar, durun bizə bir ləzginka rəqsinin o gözəllikləri ilə nümayiş elətdirin. Tamaşaçılarımız da izləyib feyziyab olsunlar. Necədir? Razısınız? Buyurun, alqışlayaq ürəkdən. Balacalarımızı alqışlayırıq. Bugün bizim proqramımızı dünyanın dört bir tərəfindən izləyənlər var, həmvətənlərimiz var. Yəqin ki, onların içində İsmaillılar da var ki, onlar da çox maraqla izləyirlər buradan hər birinə. Bizi izləyən hər bir kəsə sevgilərimizi, salamlarımızı, ürəkdən gələn ən xoş hisslərimizi çatdırırıq. Və bizim auditoriyamız, tamaşaçılarımız içində də söz söyləmək istəyənlər var, ürəyi dolu olanlar var. Buyurun. Çox sağ olun. Bugün bizim ictimai televiziya vasitəsilə, Yeni Gün proqram vasitəsilə bütün dünyaya sevə-sevə göstərdiyimiz, nümayiş etdirdiyimiz bu gözəl quruculuq işləri bizi məndən öncə danışan natiqlər təbiətin gözəlliyindən qeyd elədilər. Təbiətin gözəlliyi ilə insan qüdrətinin yaratdığı gözəlliyin vəhdəti əlbəttə bugün bütün dünyaya nümayiş olunmalıdır. Və bu işləri bizim üçün görənlər, bu işləri İsmaili cəmaəti üçün görənlər çox sağ olsunlar. Biz
ulu öndərin uğurlu siyasətini davam etdirən cənab prezidentimizə, o cümlədən bizim rayonun icra başçısı Nizami müəllim Ələkbərova öz minnətdarlığımızı bildirir ki, bizim üçün belə gözəl şərait yaradı və arzu edirik ki, bu işlər davam eləsin. Çox sağ olun. Çox sağ olun. Biz sizə minnətdarıq, alqışlayaq gözəl fikirləri. Və biz yaxınlaşmaq istərdik. Burada lahıcın miskəllik nümunələri var ki, onları göstərməsək, onlar haqqında danışmasaq, əlbəttə ki, günah olar. Kim danışacaq miskəlliklə bağlı? Məlumatları bizə. Aha. İşləyirsiniz burada. Bir səsini səsləndirəyirsiniz. Buyurun, məlumatı da siz verin. Xoş gəlmişsən. İsmaili elə bir yerdir ki, İsmailiyə bir gələn bir də gələr. Bir də ki, misdən söhbət düşəndə lahıc yada düşür. Lahıcda Azəm müəllim dedi, 40 növ sənətkarlıq olub. Amma indi hazırda 3-4 yaşayır. Misdən söz düşəndə lahıca gəlsinlər. Çox sağ olun. Alqışlayaq. Digər bir nümunələri də biz burada görürük. Lahıc nümunələri də hamısı bunlar haqqında məlumatı çatdıraq biz tamaşaçılarımıza. Nə qədər gözəldir. Biri-birindən gözəl sənətkarlıq nümunələridir. Xoş gəlmişsiniz. Mən çox qısa danışıram. Mənim sənətin adı sərraclıqdır. Atın belinə qoyurlar. Bilirsiniz ki, lahıc dağlıq ərazidə yaşadığına görə orada mütləq atsız mümkündür çəkilmə. İndi elə vəziyyət gəlib çıxıb ki, sərrac vaxtilə ondan yuxarı lahıcda sərrac olub. İndi isə Allah ölənizə rəhmət eləsin, atam olub. Ondan sonra mən davam elətdirirəm. İndi həm dolanacaq üçün yay vaxtı dolanırıq, həm də ki, qədimi sənəti yaşadırıq. O gün olsun, lahıca gələsiniz inşallah. Çox sağ olun. Çox sağ olun. Təşəkkürümüzü bildiririk. Biz bayaq yeməklərimizin dadına baxdıq. Yemək də var. Xanımlar, məlumat çatdırmaq istəyirsinizsə, buyurun. Kim danışmaq istəyir? Siz də əl işlərinizi, siz. Buyurun. Mən də bir daha ictimai kanal vasitəsilə bütün seyirciləri sabahınız xeyir olsun deyirik. Bəli, bayaqdan bütün sahələrdən burada söhbət açıldı. Mən də bir İsmailli mətbəxinin bir nümayəndəsi kimi qeyd edə bilərəm ki, İsmailli mətbəx mədəniyyəti çox zəngindir və öz mədəniyyəti ilə daim seçilib, milli mətbəx mədəniyyəti xəzinəsinə həmişə öz tövhələrini verib. Bayaq burada bizim yoldaşlar Baskal dolmasının tamına baxdılar. Nəzərinizə çatdırım ki, həm Baskal dolması, lahıc dolması, Baskal halvası, lahıcın səməni halvası unikal bir dada malikdir ki, o yalnız İsmailidə hazırlanır və bundan başqa da bizim Molla Saxlı kəndində döşəməli aş və digər manqal üstü yeməklər, saz üstü yeməklər həmişə İsmaildə fərqləri. Nəzərinizə çatdırım ki, iyul ayının 20-si, 21-i, 22-si Respublika deməli kulinari milli mətbəx festivalı keçirildi Bakı şəhərində. Bizim rayonumuz da orada təmsil olundu və fərəhləndirici, sevindirici haldır ki, bizim milli mətbəximiz həmin festivalda 2-ci, 3-cü yerə layiq görüldü. Çox yaxşı. Mən bir daha sizləri təbrik edirəm. Təşəkkürlərimizi bildiririk. Çox sağ olun. Elnur hardadır? Elnur. Elnur, yaxınlaş bizim yanımıza zəhmət olmasa. Növbəti ifanı sizdən alacaq. Yəqin ki, baba müəllim buradadırsa, baba müəllimin, necə deyərlər, sözlərində yazılmış gözəl bir mahnını sən ifa eləyəcəksən bizim üçün. Uzağa getmişdin.